Şükür Allaha, Ramazan ayının 10-cu gününə gəldik, çıxdıq və bu günün duasını deyirik. İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzərində feyz və saadəti tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi. Burada, bu duada Allaha təvəkkül etmək haqqında danışılır. Mən bunu nəticədən asılı olmamaq fikri kimi qəbul edirəm və Allaha etibar eləmək düşüncəsini demək istəyirəm ki, nəticədən asılılıq insana iki cür pis xislət gətirə bilir. Bir, həmin o şeyi həll edərkən sən bunu özündən bilirsən və təkəbbür gələ bilər. Yox, əgər alınmayan da bu iş qeyri-müqəddəs yollar axtarırsan ki, onu həll eləməyə. Əslində, bizə tövsiyə olunan odur ki, sən düz olanı et, nəticə isə Allahındır.